Məsələ budur ki, bu xəstələrin damarına baxanda heç bir plaşka yoxdur orada, heç bir plak yox. Damar çox gənc, normal damardır, amma tromblaşıb və buna da səbəb enerji içkisidir. Cavan adam idi, amma ritm pozğunluğu yarandı. Enerji içkiləri ürəyi zədələyirmiş. Bir mütəxəssis olaraq bunu necə izah edə bilərsiniz? Enerji içkiləri. Bəli, təəssüf ki, son dövrlərin mən bunu ciddi bəlası adlandırıram. Enerji içkiləri, tibbdə belə bir şey var. Hər hansı bir dərman, hər hansı bir qida əlavəsi, hər hansı bir müalicə metodu yeni çıxır, hər hansı bir zərərli vərdiş eyni zamanda çıxır və bunun fəsadları təsdiq olunmuş, evidence-based medicine deyirik, təsdiq olunmuş ziyan olana qədər bir vaxt keçir. Enerji içkiləri əslində yeni bir şeylərdir. Hələ ki, bunun haqqında aparılmış geniş miqyaslı bir çalışma yoxdur, amma dünyanın çox müxtəlif ölkələrindən, Asiyadan, Amerikadan, Avropadan case reportlar, yəni çoxsaylı xəstə seriyaları daxil olur. Biz özümüz də yazmışıq bu barədə və bu case reportlar, yəni xəstə halları, çoxsaylı xəstə halları toplanıb, axırda bir çalışma halına gətirəcəklər bunu. Yəni bu artıq ciddi risk faktoruna girəcək deyə düşünürəm. Yəni bizim bugünə qədər bildiyimiz enerji içkiləri çox ciddi aritmiyalar yaradır. Çünki çox faktlar var, çox müraciətlər olur. Enerji içkiləri içir, xəstə, xüsusilə də gənclər və ciddi aritmik hallarla, CVT tutmaları ilə, hətta VT tutmaları ilə xəstəxanalara müraciət olunur. Eyni zamanda artıq infarktlarla da bağlı müraciətlər olub. Xəstə gəlir, 31 yaşı var, məsələn, mənim öz xəstəm olub, 31 yaşında xəstə, gənc xəstədir. Anamnezində genetika yox, xəstənin şəkəri yox, təzyiqi yox, siqaret çəkmir. Sadəcə gündə 5 ədəd enerji içkisi içir. Mən başım düşürəm, enerji içkisindən bəlkə də idmanda müvəffəqiyyətli olmaq üçün istifadə edir, bəlkə də gecə dərs oxuyur, nə bilim, hansısa bir imtahana hazırlaşır, onunla necəsə ayaq qalmağa çalışır, amma çox ciddi fəsadları var. Digər sistemlərə olduğu kimi ürəyə, birbaşa çox ciddi təsir göstərə bilir. Təkcə ritm sisteminə deyil, eyni zamanda işemik problemlər də yarada bilir. Və məsələ budur ki, bu xəstələrin damarına baxanda heç bir plaşka yoxdur orada, heç bir plak yox. Damar çox gənc, normal damardır, amma tromblaşıb və buna da səbəb enerji içkisidir.